Avropada işləməyə dəyərmi və Avropada çörək varmı? Sualı mən özüm ölkədə olanda bu sual məni də çox maraqlandırdı və düşünürəm ki, sizə də maraqlandıracaq. Bu suala 60 saniyə boyunca cavab vermək bir qədər çətindir. Daha düzgün olardı ki, uzun bir videoda, uzun formada incəlikləri ilə danışaq. Amma qısa demək lazımdırsa, bəli, Avropada çörək var. Amma bəzi məsələlər var. Avropada hər adama çörək yoxdur. Nə demək istəyirəm? Məsəl üçün, buraya gəlirsənsə, kef niyyəti ilə, istirahət niyyəti ilə və yaxud da mən gələrəm, orada həm işləyərəm, həm kef eləyərəm. Bu bir-birinə uyğun gəlmir. Bir-birinə çox tərs bir şeydir. Əgər bura gəlirsənsə, ancaq işləyərsən, istirahət deyə bir şey yoxdur. Yəni, əgər bu niyyətlə gəlirsənsə, çörək olacaq.